Dostlar salam, hər vaxtınız xeyir olsun. Deməli bu dərsdə sizə Atasa necə template yükləyə bilərsiniz, əlavə edə bilərsiniz bunu göstərəcəm. Public Telegram qrupumuzda Atas platform başlığı altında 3 dənə template paylaşmışam. Həmin templateləri bu gün Atas platformasına necə əlavə edə bilərsiniz bunları göstərəcəm. Əgər Atası tam istifadə edə bilmirsinizsə, Atas ömürlük istifadə qaydası dərsinin ortalarında sona doğru bir hissədə Atası necə istifadə etmək lazımdır, təməl alətlər hansılardır, bunlar haqqında bilgi vermişəm. Bilmirsinizsə həmin dərsə baxın, daha sonra bu dərsə gəlin. Deməli Atası qurandan sonra Atas platformasını hazırladınız deyək ki, template'iniz əlinizdə yoxdursa nə edə bilərsiniz? İlk öncə Atasdan 3 dənə panel açırsınız, standart chart açırsınız. Daha sonra həmin template'ləri əlavə eləyəsiniz bura. Hazırda məndə görürsünüz aşağıda logosu bənövşəydir. Bu Atas X platformasıdır. Yanındakı da normal sadə Atas platformasıdır. Atas X yeni çıxandır, daha moderndir. Eyni şeydir, sadəcə olaraq yerləri fərqlidir. Məsələn, birində RTH butonu aşağıdadır, birində yuxarıdadır. Və biraz da ki, bu nisbətən daha softdur, daha yumuşaqdır. TradingView kimidir rahatçılığı. Ona görə bunu istifadə edirəm və sizə verdiyim template həm bunun üçün keçərlidir, həm də o birisi üçün. Yəni ümumiyyətlə Atasda o birisində necə hesab açırdınızsa, burada da eyni şəkildə hesab açırsınız. Sadəcə panel olaraq biraz fərqlilik var. Genel olaraq hər şey eyni məntiqdədir. Nəysə, gəlin bu templateləri əlavə edək. Sizə 3 dənə template vermişəm. Biri, deməli gələsiniz bura. Baxın, ilk öncə boşluğa hansı qrafika, hansı template əlavə eləmək istəyirsinizsə, həmin qrafikdə boş bir yerə gəlirsiniz. Sağ klikləyirsiniz. Sağ klikləyəndə aşağıda setting bölməsi var. Settingə daxil olandan sonra burada yuxarıda panel açılır. Template'lərə gəlirsiniz. Template'lərə gələndən sonra import deyirsiniz. Import deyəndən sonra sizə verdiyim template'ləri Telegramdan yükləyəsiniz kompüterinizə. Daha sonra hansı template'ləri əlavə eləmək istəyirsinizsə, onları hamısını seçib buradan aç deyəsiniz. Mən indi yükləmişəm deyə hamısı düşüb şeyə. Baxın burada məndə var. Həmin template'ləri yükləmişəm. Siz də yükləyəsiniz, hamısının üçünü də import eləyəsiniz, düşəcək bura. Daha sonra hansı qrafikdə hansını seçmək istəyirsinizsə, onları bir-biri yerləşdirəsiniz. Məsələn, indi mən ən sol tərəfdəkinə volume profili əlavə eləyəcəm. Apply deyirəm, onu seçəndən sonra bunların hamısı açıq olmalıdır, yəni tikli olmalıdır. Bunlar belə olmamalıdır. Bunları tikləyin, boşdursa solo atlayın, yüklənsin. Bu orada yükləndi. Daha sonra gəlirik ortaya. Orta hissəyə mən VWAP CVD-ni əlavə edirəm. Gəlirəm template'lərə. Burada import edeyim template'lərdən baxıram. Hansoy Public Volume Profile altında şey var. VWAP CVD. Bunu seçirəm, apply deyirəm. Apply deyəndən sonra bunlar hamısı tikli olmalıdır. Load deyirəm, yüklənir. Daha sonra ən sağ tərəfdə də footprint'i əlavə edə bilərsiniz. Gəlirəm bura template'lərə daxil oluram. Template'lərdən buradan footprint'i seçirəm, apply deyirəm. Və o daha yüklənir. Deməli, panelimiz bu şəkildə görsənəcək. 3 dənə paneldən istifadə edəsiniz. Sol tərəfdə volume profilimiz olacaq. Ortada CVD ilə VWAP-ımız olacaq. Daha da sağda bizim footprint qrafiklərimiz olacaq. Deməli, indi zaten siz YouTube mentorluğuma başdan baxmağa başlamışsınız, sırayla videoları qaçınmadan izləyirsinizsə, volume profilin xarakterini, özəlliklərini bunları zaten bilirsiniz. Sonra VWAP nədir, VWAP-ın bandları nədir, bu xətlərin nə olduğunu zaten bilirsiniz. Sizə bir dənə CVD-ni bilməyənlər varsa, onlara izah edəcəm bu dərsdə. Çünki dərsini çəkməmişəm ayrıca CVD-nin. Hazırda kanalda aktiv deyil. Deməli, gəlin, baxın burada əlavə etdikdən sonra panelə burada böyütmə butonu var məsələn. Ona basanda böyüdür. Yəni bu panellə yaxından baxandan sonra, analizlərimi eləyəndən sonra təzədən kiçildə bilirəm buranı. Kiçildirəm, sonra keçirəm məsələn başqasına, ortadakına keçirəm. Baxın burada paneli tənzimləmək üçün buton var. Məsələn qarışdırdıqdan sonra buna basırsınız, gəlir düzəldir. Nəysə, burada da analizlərimi eləyəndən sonra kiçildirəm, keçirəm məsələn footprint'ə. Baxın footprint'ə gəlirəm. Onda böyütmə paneli var burada. Basıram, böyüyür. Footprint'də deyək ki, analizlərimi apardım, baxdım buralara falan filan. Bunları hamısını izah edəcəm burada. Sonra bunu bağlayıram. Ümumi olaraq da üçünü də eyni vaxtda izləmək istəsəm, buradan belə tənzimləyə bilirəm. Hansına da daha çox önəm vermək istəyirsə, onu biraz daha da böyüdə bilərsiniz, ya da kiçildə bilərsiniz. Belə bir şeylər də var. Aha, deməli, ilk öncə gəlin baxaq volume profile template-nə. Volume profile template'imizdə bizim nəyimiz var?
Bu xəttlər nələrdir? Deməli, burada templatedə sizə volume profile göstərir. Burada Atas X-ə yükləyirsinizsə, əgər normal Atas'a yükləyəndə bu hamısı olması gereken kimi gələcək. Atas X-ə yükləyirsinizsə də template ayarlarına girin buradan. Baxın, indikator ayarlarına burada. Birinci volume profile TPO-nun birinci olanına girirsiniz. Buradan gəlirsiniz visualization'a. Buradan nə edirsiniz? Buradan biz bunu qırmızı eləyirik, tünd qırmızı. Apply deyirik. Sonra altdakına gəlirəm. Altdakına gəlib visualization'a girirəm. Buradan style bölməsindən qaranı eləyirəm. Bunu da eləyib böyle. Aha. Pozisyon. Все. Yəqin gedər. Yox, getməyib. Gözləyin. Bunu gəlirəm buradan silmək istəyirəm. Bunu nətər silim? Sildi. Apply deyirəm. Ya da ki, bu rəngini dəyişim elə. Silənə kimi. Tak. Buradan imiş, səhv edirəm 2 saatdır. Siyah. Düzəldi. Bunu da qaydım təkrardan. Bunu sıfırlayayım. Apply. Siyah. Artıq düzəldi. Buradan 2 saatdır POS'un rənglərini oynayıram. Bunları dəyişmək üçün POS'un rəngini dəyişməyə çalışıram 2 saatdır. Nəysə. Zaten bunları bilirsiniz. Baxın, bu tünd olan yerlər nədir? Volume profile'ın dəyər zonası, yəni value areasıydı da. Yəni əvvəl zaten izah eləmişdim TradingView üzərindən. Amma artıq Atas platformu üzərindən baxasınız bunlara. Yəni TradingView-dən də baxa bilərsiniz. Prosta Atas'ı istifadə etmək istəyənlər var. Mən də Atas'ı istifadə edirəm deyə bu daha yaxşıdır mənim üçün. Deməli, burada ümumi profili göstərir. Tünd rəngdə olan hissəsi dəyər zonasını göstərir. Burada da xəttlərlə çıxıntı var. Value area high-dır, POC-sidir, bu da value area low-dur. Bu kənarda çıxanlar nələrdir desəz, bunlardakı deltalardır. Deltalar haqqında da irəlidə danışacağım. Yəni hər qiymət səviyyəsindəki icra olunan deltanı göstərir. Məsələn, bu böyük çıxıntılar bizə çox şeydə işarə verir, absorption və s. siqnalları verə bilir bizə. Hələ ki bunlardan danışmayacağım. Bunlar qalsın templatenizdə. Sadəcə olaraq bu template baxacağınız hələ ki şeylər nədir? Bu dəyər zonalarına baxmaq üçündür. Və bu ETH yazıraq burada. ETH olanda şeydə normal Atas'da aşağıda olur. Bu hissələrdə olur. ETH ya da RTH. ETH-nin üstünə basırsınız. Məsələn, bunu regulara keçirəndə tamamilə fərqli bir profillər çıxacaq. Mən həmişə demək olar ki, regular time-da baxıram. Çünki elektronika çox da baxmıram. Elektronik nə deməkdir? Yəni regular nə deməkdir? RTH olanda yəni sadəcə 9:30 Amerika saatından 9:30-dan axşam saat 16:10-a qədər, yəni cash session'ın saatlarını göstərir, qrafiki göstərir, başqa heç nə göstərmir. Yəni bu vaxt ərzində icra olunan həcmi göstərir volume profile. Amma elektronik seçəndə sadəcə 23 saat bütöv bir günü göstərir. Yəni bazar açılıb bağlanana qədər olan bütün Asiyada, Londonda, New Yorkda hamısını bir yerdə göstərir və onun həcmini göstərir və mən belə biraz nisbətən kirli olur. RTH-a nisbətən belə ETH kirli olur. Ona baxmıram. Əgər şeydə trade edirsinizsə, Londonda falan trade edirsinizsə, hə baxa bilərsiniz, amma mən ancaq New Yorkda trade ediyim üçün çox da baxmıram buna. Belə də ki, New Yorkda, Londonda trade eləyəndə də əslində RTH-ın zonlarından istifadə eləyə bilərsiniz zaten. Mən keçirirəm RTH-a buranı. Siz də yoxlayın, hansı sizə uyğundursa trade stilinizə onu istifadə eləyə bilərsiniz. Məsələn, ən son gün hansısa bağlanmış günü götürürəm həmişə. Baxın, 9:30-dan 16-ya kimi gəlir, bağlandı. 5-ci gün bağlanıb da bazar hazırda. Onun məsələn zonalarına fikir verirəm. Ən azından ilk başları çəkə bilərsiniz siz də bu şəkildə. Xətt atın ki, məsələn, bura ən son value area high-dır, ən son bağlanmış profilin
Buramızda bizim nəyimizdir? Value area love-dur. POC-ni çəkməsəz də olar. Çünki əsas bizim istədiyimiz şeylər ekstremlərdir. Yəni bu dəyər zonasının xaricine çıxıb reject desin ya da buradan yeni bir dəyər zonası qəbul edəcəksə oralara trend başlasın, imbalans başlasın. Nəysə. Bunu bilmək istədiyimiz levellərdən biridir. Daha sonra keçirik şeyə, divyamıza. Baxın bura. Bunları silirəm. Deməli, bura nədir? Bu bizim volume, daha doğrusu VWAP-mızdır. Deməli, harda qalmışdıq? Ən son sizə bu VWAP-ı göstərəcəkdim, bu template'i. Deməli, volume profile anladığımıza görə keçirəm bura. Baxın, burada zaten VWAP-ı bilirsiniz. VWAP-ı izah eləmişəm. Bu 0 VWAP-ın öz xəttidir. Bu plus 1 xəttidir. Bu nədir? Plus 2 xəttidir. 3-cü deviyasiya, amma 2 dəyər olaraq 2 xəttidir. Bazar da açıldı bu arada. Sonra budakı 0-ın altındakı -1 və -2 xəttidir. Bu ayarlara da hardan baxa bilirəm. Gəlirəm bura VWAP-ın ayarlarına. Burada görürəm ki 1.5 2-dir. Mən sadəcə hansılar açıq qoymuşam. Burada 1.5-ləri bağlamışam. Ancaq 0, 1 və 2 açıqdır. Deməli nə edirsiniz? Burada VWAP-ın kənarları, baxın, bu ən kənar xətlərimiz bizim ekstrem zonalarımızdır. Yəni qiymət ora gəlib çatanda buradan reject deyib təkrardan balansa qayıtma ehtimalı yüksəkdir. Zaten bunu danışmışam. VWAP dərsinə baxmamısınızsa mütləq şəkildə ora baxın. Və ekstra olaraq da necə istifadə edirsiniz? Təsdiqlərdə məsələn ora gəlib ekstrem səviyyələrə gələndən sonra CVD var. CVD aləti var ki, bununla da təsdiq alıb o ekstrem səviyyələrdən işləmlər aça bilərsiniz. Məsələn, gəlin CVD-ni qısaca izah edeyim. CVD-nin ayrıca dərsi gələcək. Bilənlər üçün zaten bilənlər bilir necə istifadə etmək lazımdır. Ekstra olaraq da sizi beyninizi qarışdırmadan burada göstərim ki, belə bir fərqlilik olacaq. Tutalım dövrümüzün əzrəti iyisi olsun mənə. Baxın, belə bir şey. CVD-də çox şey eləməyin. Həssas davranmayın. Onun dərsini çəkəndə biləsiniz nə demək istəyirəm. Çünki çox şeydir. Yəni sırf CVD-yə odaklansaz bir şey olar. Trade həyatınız biraz qarışacaq. Ona görə də CVD-yə odaklanmayın hələ ki. Mən CVD haqqında dərs çəkəcəm. O dərsdə bu sadəcə templatlərin şeydir, içində verdiyim ayətləri nəyə görə vermişəm, onu izah dərsidir. Yəni sizə burada strategiya və s. vermirəm. CVD-ni də necə istifadə etməlisiniz, necə daha yaxşı istifadə edə bilərsiniz, onu göstərəcəm sonra. Belə, burada VWAP-ımız var, aşağıda CVD-miz var. Yəni CVD-ni hələ ki, belə buradan bağlı edə bilərsiniz. Kiçildirsiniz aşağı, təzədən açada bilirsiniz sonra. Buradan kiçildin, sonra CVD dərsi elə bundan sonra yəqin ki, gələr. CVD dərsində mən sizə izah eləyəcəm. CVD-ni necə istifadə etmək lazımdır. Sonra nəyimiz var burada bizim? Sonra bizim başqa səhəmiz yoxdur burada. Bunu bağlayıram. İndi isə məsələn nə öyrəndik biz? Şeyimiz var burada. Dəyər zonalarımız var. Volume profilimiz var burada. RTH-dır mı? RTH-dır. Okay. Məsələn RTH-da nələri istifadə edirsiniz? Value area high, value area low və point of control POC, bir də ki LVN-lərə diqqət edin. RTH-ın LVN-ləri növbəti RTH seansında reaksiya vermə ehtimalı yüksək olur. Məsələn, baxırıq, görürük ki, burada bir LVN-imiz var. Düzdürmü? Baxın, görürsünüz. Nədir bu LVN? Danışmışdıq da. İki dağın arası, yəni dağların yamacı gəlir ən çala olan yerdə su dayanan yeri də elə bir şey, volume profilin. Sonra gəlirik buradan yenə bunu şey edeyim. Seçiliymiş elə. Sonra bu hissə var. Bunu da həmçinin çəkirik. Başqa nəyimiz var? Başqa da heç nəyimiz. Əsas dərin gözə batanlar onlardır. Belə, sonra gəlirik məsələn bu bağlanmış gün idi. Deyək ki, bugün aktiv olanda, açıq olanda nə olubdu?
Gəlib qiymət baxın həmin LVN hissəsindən reaksiya yapın. Bağlasaq nə olar görək. Baxın gün açılıb 9 açılıb burada. LVN-dən bir reaksiya alıb aşağıya kimi təkrar qayıdıb həmin LVN zonasından təkrardan aşağı düşübdür. Məsələn burada deltalar, delta haqqında danışanda deyəcəm. Görürsünüz bu böyük bir həmin qiymət səviyyəsində həmin zonadır. Baxın burada böyük bir alış deltası var, amma nə olubdu? Qiymət buradan başlayıb düşməyə. Yəni buradakı alıcılar hamısı tələyə düşürüldü, observasiya olundu və qiymət oradan düşdü aşağıya. Və eyni zamanda həmin zona haralara gəlib düşür? Baxaq görək. Bu VWAP-la harda olur? Qiymətin düşdüyü, reaksiya aldığı yer. Gəlirik görürük ki, həmin baxın. Bu arada burada gəzərkən bu ox işarəsi plusun bu tərəfdə də görsənməyini istəyirsinizsə eyni anlıq olaraq bunu belə eləyin. Baxın burada yuxarıda indikator sözünün qabağında belə bir şey var. Bunu seçirsiniz, global crosshair var. Bunu seçirsiniz, aktivləşdirirsiniz, qutardı. Sonra keçirsiniz bu tərəfə. Burada da həmin paneldən global crosshair aktivləşdirirsiniz. Sonra elə hamısını da aktivləşdirin bunu. Buradan gəlirəm, global crosshair seçirəm. Artıq mən bu tərəfdə gəzəndə görürsünüz, hardayam, onu görə bilirəm. Volume profildə və s. Məsələn, volume profil gəlib buradan reaksiya alıb düşür aşağı. Orada gəlir düşür hara? Baxın, VWAP-ın bir xəttinə, plus bir xəttinə gəlib düşür. Oradan reaksiya alıb. Yəni, 2 dənə önəmli zona eyni yerdə örtüşəndə sizin üçün ekstra təsdiqli, güvənli bir bölgə olur və daha sonra həmin bölgədən təsdiq alıb işləmlərə rahatlıqla girə bilirsiniz. Yəni, sizə öz güvən verir. 2 dənə fərqli bir konseptin önəmli zonası örtüşəndə. Daha sonra siz istifadə edirsiniz, sonra footprintdən istifadə edəcəyik. Footprint template'imiz bu şəkildədir. Sizə əsasən footprint'i göstərir, imbalansları göstərir burada içəridə rəngləri ilə. Alış-satış imbalansı. Bu footprint nədir dərsiniz? Zaten gələcək. Yəni məntiqin bilməyibizə ehtiyac yoxdur elə ki. Sadəcə template'i əlavə edin, qalsın da indidən. Yəni bu sarı xəttlər point of control'dur, yəni VWAP kimidir. Daha doğrusu volume profile kimidir. Sadəcə şam olaraq da, yəni həcmi göstərir. Ən çox şamın içindəki ən çox alqı-satqının keçdiyi yeri göstərir bu sarılar, qızıllar. Daha sonra məsələn footprintdə limit yoxdur, yəni footprintdə istədiyiniz qədər yaradıcılığınıza asılı olaraq siz footprintdən yaxşı istifadə edə bilərsiniz. Bu biraz sizin beyninizin məhsulu olur. Məsələn, gəlin şey eləyək. Biraz gün sayı artıqdır onsuz da. Hələ, baxın, yuxarıda açılıb sorusu. Deməli, footprintdə məsələn nələrə baxa bilərsiniz? Spoiler verim. Nələr gələcək? Bu fitillərdə olması, sarıların fitillərdə olması, onlara baxılacaq o heç. Sonra dəyər zonaları var məsələn. Footprint settingə gəlirik. Buradan dəyər zonasını əlavə edib aktivləşdirirsiniz. Rəngindəki mən boz eləmişəm. Sizdə hansı xoşdursa onu eləyə bilərsiniz. Bozdakı dəyər zonası. Bununla bağlı bir konsept paylaşacağım publikdə. Maraqlıdır əslində. Onu zonalarda istifadə edə bilərsiniz artıq. Məsələn, bunun özü. Yəni buradan rahatlıqla enterləri çıxartmaq olar. Belə uşaqlar, yəni footprint, mən sevirəm footprinti. Kim ki deyək ki, footprint boş şeydir zaten. Yəni mənim trade'lərimin demək olar hamısı footprint əsaslı keçir. Təbii ki, bir dəqiqə qayıt bura. Təbii ki, bunlar zona çıxartmaq üçün footprint entry'dir. Yəni entry'mi həmişə footprint nə aram? Zonalarımdakı VWAP mütləq şəkildə VWAP-dan istifadə edirəm və ancaq mən RTH cache session baxıram şeylərə, profillərə, valyareyalara, volume profile və s. və s. Yəni belə uşaqlar, bu dərsimiz bu şəkildədir. Yəni xəbərdarlıq biraz pasiv qalıb YouTube tərəfini aktivləşdirəcəm. Dərslərdə paylaşacağam, modellərdə və s. və s. Belə, artıq yəqin ki verdiyim template'lərin nə olduğunu anladınız. Bunları gələcəkdə hansı məqsədlər üçün istifadə edəcəyik, bunları bildiniz. Bunları quraşdırın qalsın. Sonra növbəti dərslərdə zaten hamısının
məqsədini, mahiyyətini, arxa plandakı icra proseslərinin yaranmasını və s. bunları detallandıracağıq. Uğurlar hər kəsə, növbəti dərsdə görüşənədək.